Salam əziz dostlar, bu videoda mən sizə B-stoklar haqqında danışmaq istəyirəm. B-stoklar nədir? Bizə hansı imkanlar verir? Bildiyimiz kimi B-stoklar ümumiyyətlə stok bazarda satılıb alına bilən aksiyalar və yaxud hansısa qiymətli kağızların tokenizasiya olunmuş variantıdır. Yəni birə-bir tokenizasiya edilib və biz heç bir brokerə getmədən, heç bir belə deyək də problemli saytlarla ilişmədən Binance birjasının içində $5 başlamaq şərti ilə artıq B-stoklar əldə edə bilərik, qazana bilərik. Həmçində videoya başlamamışdan qabaq istəyirəm ki, dostlar, xatırladım ki, mənim videom sadəcə olaraq informativ xarakter daşıyır və heç bir halda sizə yatırım məsləhəti vermir. Mən sadəcə olaraq nəyin harda olduğu haqqında sizə məlumatlar verirəm. Bundan artıq necə istifadə etmək sizin artıq şəxsi qərarınızdır. Gəlin baxaq görə B-stoklar bizə hansı imkanları verir, biz burada nələr ala bilərik, nələr sata bilmərik. B-stoklar az öncə dediyim kimi hər hansısa bir şirkətlərin aksiyalarını almaq və yaxud hansısa bir şirkətlərin aksiyalarına yatırım etmək kimi bir şeydir, birə-birdir. Və biz burada bunu tapa bilərik. Təbii ki, Binance birjasında qeydiyyat keçsəndən sonra, birjada qeydiyyat keçmək üçün linkdən istifadə edə bilərsiniz ki, haradakı sizə 20%-ə qədər komissiya, belə deyək də, cashback kimi qayıdır. Ona görə də bu təşkilatda linkdən istifadə edin, videonun altında var. Bu da həmçinin mənim əziyyətimə təşəkkür kimi bir rol oynayır. Burada gördüyünüz kimi Binance birjasında artıq qeydiyyat keçdikdən sonra hər şey KYC falan elədikdən sonra bu haqda artıq videolar mənim kanalımda doludur. Necə qeydiyyat keçirlər, nə edirlər, nə qarlar. Burada stok bölümü var. Görürsünüz, trade bölümündə stok bölümü var. Buradan da daxil olub biz stokları ala bilərik. Gördüyünüz kimi biz açdıqda bizdə ilk öncə burada Apple-ın stoku var. Həmçinin biz burada baxın üstünə gətirdikdə belə artıq biz Amerikan stokları və ETF-lərə də həmçinin yatırım edə bilərik. Amerikan stoklarına baxaq. Məsəl üçün Micron Technology var, SanDisk Corporation var. Biz SanDisk flash kartlar, yaddaş kartları və yaxud yaddaşla əlaqəli olan şeylərdir bunlar. Nvidia bildiyiniz kimi video kartlar və yaxud AI üçün olan cihazların istehsalatı, yəni bunlar haqqında artıq mənə gerçəkdə açıq məlumatlar var. Və mən tanıdıqlarımı deyirəm, yəni əsasən Apple, bildiyimiz normal həyatda istifadə edən insanlar bilir ki, Apple nədir. AMD həmçinin video kart və yaxud çip istehsal edən şirkətlərdən biridir. Advanced Micro Device, Intel Corporation, Microsoft, Tesla, yəni Amazon, SpaceX və digər burada var təbii ki, Meta var, həmçinin Facebook, həmçinin Google var. Yəni siz Google-un platformasının aksiyalarını ala bilərsiniz və bunu Binance içində edə bilirsiniz, heç bir problemsiz. Və digər təbii ki, əgər hansısa sizi maraqlandıran stoklar varsa, baxın burada siyahı çox yekədir, dəhşət yekədir və siz alıb istifadə edə bilərsiniz. Həmçinin də, yəni alıb saxlamaqdan da əlavə, yəni məsəl üçün deyirsən ki, hə bir dənə məsəl üçün Micronun aksiyasını aldım, saxladım, okey. Bundan da əlavə biz həmçinin trade bölümünə gəldikdə, normal spotda, yəni trade bölümünə gəldikdə biz burada nələr görürük, ona da yəni baxış keçirdək, hansı imkanlar var. Biz həmçinin stoklar üzərində də trade edə bilərik. Baxın burada biz siyahı açandan sonra, baxın burada normalda kriptovalutalar gəlir. Kriptovalutalar gəlir, bunlar artıq məlum məsələdir. Və burada B-stok yazılır. B-stoku üstə biz vurduqda artıq baxın, həmin aksiyalar, hansılar ki, satışda gördük. Məsəl üçün SpaceX mən də ulduzlamışam. Sevimli coinlərindən biridir. Coin deyəydim, aksiyalardan biridir. Hansılar ki, trade edirəm. Və biz, məsəl üçün, SpaceX üzərində də tradelər eləyə bilərik. Hal-hazırda SpaceX dəhşət dərəcədə düşüb. Bilməm, bu qalxar yoxsa yox. $229-dan $114 düşüb. Təzəlikdən IPO-su oldu bunun. Yəqin ki, ona görə də yəni qiyməti belə aşağı düşüb. Bəlkə də gələcəkdə qalxacaq, bilmək olmaz. Həmçinin, məsəl üçün, Google-un aksiyası var burada. Hansılar ki, baxırıq qiymətinə. Hal-hazırda qiymətlərə nəzər yetirsək, vəziyyət nə yerdədir? $379 olub pikdə, yəni yaxın Binance-in bildiyi pikdə. Axı, B-stoklar təzəlikdən gəlib Binance-ə, gördüyünüz kimi 2-3 aydır gəlib. Və 315-dən düşüb, indi 332-ləri qayıdır və digər biz Nvidia-nın həmçində baxış keçirdək. Burada çox belə qəribə bir qrafik görürük. 190-a qədər düşüb, 214-ə qədər qalxıb, 195-dir. İndi görə qalxacaqmı, bilmək olmaz. Yəni də artıq bazarı izləmək lazımdır. Bazardan biraz baş çıxarmaq lazım ki, trade eləyəsin. Hold eləmək üçün bazardan çox güclü baş çıxarmaq lazım deyil. Sən sadəcə olaraq düzgün yatırım eləməlisən və düzgün firmanı, şirkəti araşdırıb yatırım eləməlisən. Tesla'nın həmçinin tokenizə olunmuş, yəni biz stokları, Tesla'nın stokları da gördüyünüz kimi 438-dən 301-dən düşüb. Bəlkə də alış imkanıdır, bəlkə də yox, bəlkə də daha aşağı olacaq, bilmək olmaz. Və ümumən də, yəni normal spotda necə alıb satırıqsa, burada da həmçinin, yəni alışları, burada da həmçinin biz alışlar eləyə bilirik. Gəlik, baxın bura, məsəl üçün yazırıq, nəsə dolları almaq istəyirik, bizə göstərir nə qədər düşəcək, marketlə də ala bilərik, limitlə də, orderdə qoya bilərik ki, məsəl üçün 110-da alış keçirdim $100, məsələn, balansımız varsa əgər. Və biz orderdə qoyub alış eləyə bilərik. Marketdən də dərhal da alıb saxlaya bilərik. İstəyirik ki, alıb saxlayaq, dərhal da marketdən alırıq. Mən də hal-hazırda Binance-da
Balans yoxdur, heç fikir verməmişdim. Amma yəni funksiya belə qaydada işləyir. Çox sadə bir şeydir, çətin bir şey yoxdur mənə elə gəlir ki. Əgər çətinlik çəkirsinizsə, digər Binance haqqında videolarda mənim kanalımda var, girib baxa bilərsiniz. Belə dostlar, ümid edirəm B-stoklar sizə faydalı ola bilər və gələcəkdə bu istiqamətdə araşdırmalar eləyib, yatırım edib etməyə ucuz qərar verirsiniz. Araşdırmalar eləyib maraqlana bilərsiniz ki, hansı imkanlar var. Sağ olun, gəlin görüşənədək fikirlərinizi mütləq şəkildə yazın.